Baxın, bu ciddi yaşandı. Mən nəyə görə üzr istəməliyəm? Yəni ən azından onların bir yarasına Azərbaycan televiziya efirində erməni musiqiçiyə səs vermiş müğənni üzr istəmək üçün psixoloji zorakılıq gördü. Bu ifrat rasizmdir. Samirəni kütləvi şəkildə linç elədilər. Şəhid anaları duyğularının da utanmazca manipulyasiyasından çəkinmədilər. İspan utancı yaşadan absurd komediya. Bunlar həmin insanlardır ki, Əliyev və Paşinyan Vaşinqtonda sülhə imza atanda onu alqışladılar, sülh göyərçinləri oldular. Həmin insanlardır ki, Qarabağ müharibəsində Novor deyən kiçik bir dəstəyə onlayn savaş açmışdılar. Müharibə əleyhinə şeir paylaşanı polisə şikayət edirdilər. Müharibə dövründə futbol azarkeşi kimi izlədikləri, paylaşıb, əyləndikləri qazilər sonra özlərini yandıranda səsləri çıxmadı. Hələ 2023-cü ilin iyulunda xəbər yayıldı ki, post müharibə dövründə 50-dən çox qazi intihara cəhd eləyib, 43-ü ölüb. İntiharların bir çoxu özünü yandırma idi. Səbəb kimi qazilərin sosial vəziyyətinin pis olması, dövlət orqanlarının laqeyd münasibəti, əlillik dərəcələrini ala bilməmələri göstərilirdi. Dövlət qazilərə komik bir məbləğdə pensiyalar verir. Qarabağ qazisinə bugün idarələrdə verilən cavab budur. Dedim cənab başçı, Qarabağda döyüşmüşəm, dedi də sıçağımakən döyüşmüsən. Məncə Qarabağ mövzusunda bunlardan daha ali problem tapmaq olmaz danışmağa. Şəhid analarının ağrıları həqiqətən kiməsə maraqlı olsa, o qazilərin həyat şəraitini yaxşılaşdırmağa cəhd eləyər, yoxsa zəif bir obyekt, müğənni tapıb qəzəbini ona kanalizə eləyər. Qarabağda həyatını itirənlər övladları sülh içində yaşasın deyə bunu eləyirdilər axı. Bizə sülh lazımdır. Qurama teatral olanından da yox, əsl sülh. Xalqlar arasında nifrəti bitirmək, nəhayət ağrısız, travmasız nəsillər yetişsin deyə biz artıq qurban psixologiyasından da çıxmalıyıq. Bir toplumu məhv eləyən ən dəhşətli tendensiyadır bu. Artıq Bakı, Sumqayıt hadisələri ilə yenidən hesablaşmaq vaxtıdır, əsl sülh həm də budur. Bəhruz Səmədov hələ də həbsdədir, sülh aktivistidir, ona azadlıq istəməliyik, əsl sülh həm də belə olur.